Hə, kim deyir ki, Çin avtomobilləri dözümsüzdür, Çin avtomobilləri keyfiyyətsizdir. Bax, bu testlərdən sonra görəsən nə deyəcəksiniz? Jayco kompaniyasının rəsmi distributoru iMotors elə testlər fikirləşib ki, tayı bərabəri olmayan bu avtomobil 30 gün ərzində 30 min kilometr məsafə qət edəcək, duracaq, yalnız yağı dəyişəndə və yanacaq kənini dolduranda, digər vaxtlarda daim müxtəlif yol şəraitlərində palçıq, qum, daşlıq, asfalt hərəkətdə olacaq. Biz də onu GPS vasitəsilə izləyəcəyik. Limitless Drive layihəsinin yaranması Le Mans dözümlülük marafonundan yarışlarından ilhamlanıb. Bilirsiniz ki, burada avtomobillər qapalı trekdə 24 saat fasiləsiz sürücü dəyişikliyi ilə idarə olunur və ən dözümlü finişə birinci çatan avtomobil yarışın qalibi olur. Burada isə avtomobili biz 24 saat, amma 30 gün ərzində fasiləsiz idarə edəcəyik. Yəni, Le Mansdan ilhamlanan bu yarışın qaydaları biraz fərqlidir. Yolda və yolsuzluqlarda avtomobil real şəraitlərdə test olunacaq və bu zaman avtomobilin keyfiyyəti ortaya çıxır.